Çox gözəl. Bəs Buxari Cəfəri bin Məhəmməd Sadiq haqqında nə deyir? Həqiqətən Cəfəri bin Məhəmməd Sadiq dindar olmayıb? Sadiq yəni doğru danışan deyildi? Mən yalnız bir-iki kəlmə deyəcəm. Kimdir Cəfəri bin Məhəmməd? Kimdir Cəfəri bin Məhəmməd? Hörmətli tamaşaçıların mənimlə biraz səbirli olmasını istərdim. Kimdir Cəfəri bin Məhəmməd? Bu Hafiz Əz-Zəhəbinin Mizanul İ'tidal kitabıdır. 1-ci cild, səhifə 379. Deyib, Cəfəri bin Məhəmməd ibn Əli ibn Hüseyn Əl-Haşimi Əbu Abdullah. O böyük imamlardan biridir, xeyirxahdır, sadiqdir, uca məqam sahibidir. Ey dünya müsəlmanları, diqqət yetirin. Buxari ondan dəlil gətirməyib. Halbuki o xeyirxahdır, təqvalıdır və uca məqam sahibidir. Bilmirəm, həqiqətən bu sual Buxariyə verilməlidir. O ki, bidətçi deyil. Bidətçi deyil axı. Yox, çünki o əlini sevəndir. O Alül Beytdir. Afərin. O İmran ibn Hiddandan rəvayət etməlidir. Bunda problem yoxdur. Amma söhbət Cəfəri bin Məhəmməd Əs-Sadiqə çatanda ondan rəvayət edir, yoxsa etmir. Deyir ki, Buxari ondan dəlil gətirmir. Halbuki İmam Sadiq illərlə Mədinədə yaşamışdır və ən qəribəsi də odur ki, İmam Sadiqin tələbələrindən bir qrupu Buxarinin şeyxlərindən olub. Amma buna baxmayaraq Buxari ondan bir dənə də olsun rəvayət nəql etməyib. Bu birinci nümunə. İkinci nümunə İbn Hibbanın Kitab-ı Siqat kitabından gələndir. İkinci mənbə Kitab-ı Siqat İbn Hibban qeyd etdiyimiz kimi 3-cü cild səhifə 251. Deyir Cəfəri bin Məhəmməd ibn Əli ibn Əbu Talib. Deyir o Əhl-i Beytin böyüklərindən idi, fiqh, elm və fəzilət baxımından. Lakin baxın, Minhacus Sünnənin sahibi İbn Teymiyyə, Nəbəvi də yox ha, bəlkə də Əməvi sünnəsinin sahibi. Görün öz minhacında, yəni Əməvi minhacının əsası üzərində qurduğu kitabında nə deyir? Minhacus Sünnətin Nəbəviyyə 4-cü cild səhifə 383, 8 cildik nəşrdə 7-ci cild səhifə 534 deyir. Buxari onun, yəni İmam Sadiqin bəzi hədislərinə şübhə ilə yanaşmışdır. Onun daxilində İmam Sadiqə qarşı bir şübhə var idi. Yalan danışa bilərdi, bəli, hədis uydura bilərdi, bəli. Amma İmran ibn Hiddan, o sadiqdir, doğru danışandır, dindardır. Bax, budur qayda. Qayda budur. İndi isə eyni qaydanın tətbiq olunduğunu görəcəksiniz, sizə oxuyacağam. Buxari onun bəzi hədislərinə şübhə ilə yanaşmışdır, tərəddüd etmişdir. Belə ki, Yəhya ibn Səid Əl-Qəttandan onun haqqında kəlam ona çatmışdı. Kimin haqqında? İmam Sadiq haqqında. Üzərində dayanılmalı nöqtədir. Ona etibar etmək olar, yoxsa yox? Ondan dəlil gətirmək olar, yoxsa yox? Amma İmran etibarlıdır, sabit olur. Ona gəlincə yox, dindardır, düz danışandır. İndi biz deyəndə ki, Buxari Əməvi təfəkkürlüdür, bəziləri deyir ki, Seyd niyə belə ittiham edirsən? Ay qardaşım, budur da nümunə. Cəfəri bin Məhəmməd Əs-Sadiq haqqında nə var? İmamların imamı. Onun haqqında kəlam var. Yox, fərz edin imamlardan biridir. İndi imamların imamı ifadəsini bir kənara qoyaq. Sadəcə imamlardan biri deyək. Onun haqqında kəlam var deyə Buxari ondan rəvayət nəql etməyib. Amma İmran ibn Hiddan, bəli, yəni kitabını yalançılardan təmizləmək istəyir. Bəli, haqqında kəlam olanlardan təmizləmək üçün. Amma İmran ibn Hiddan, onun haqqında heç bir kəlam yox.